Hörmətli izləyənlər, bu gün sizə danışacağım avtomobillərdə sökülməsi çətin olan detallar haqqında. Yəqin ki, bir çox sürücü və yaxud bu təmin işi ilə məşğul olan ustalar, insanlar demək olar ki, tez-tez bu sualı verir ki, filan detalı niyə bu qədər qəliz qoyurlar sökülməsini, niyə qəliz yerdədir? Bunun bir çox səbəbləri var. İndi bütün bu səbəblər haqqında ətraflı bir video çəkmək istəyirəm ki, bu sualların hamısının cavabı bu videoda olsun. Əsas səbəblərdən biri servis gəlirlərinin artırılmasıdır. Yəni detalın sökülməsinin qəlizləşdirilməsinin, qərəzli şəkildə qəlizləşdirilməsinin əsas səbəblərindən biri avtomobil sahibinin özünün və yaxud sadə avtomobil ustalarının bu təmir işini görə bilməməsi və məcburən rəsmi servisə müraciət etməsi, detalın çətin yerdə olması iş saatını artırdığına görə servis xərclərinin daha yüksək hesablanmasıdır. İkinci səbəb isə yenə maliyyə xərclərinin azaldılması məqsədi ilədir. Tutalım hər hansı bir hissənin, detalın daha əlçatan yerə qoyulması müəyyən boruların istifadəsinə, naqillərin istifadəsinə, hər hansı bir plastik və yaxud metal detalların istifadəsinə gətirib çıxardır deyə, istehsalçı da eyni nüsxədən milyonlarla istehsal edir deyə, hər detalda $2, $1 özünü düşünməsi bu milyonlarla avtomobil istehsalını fikirləşəndə böyük bir məbləğ qənaətinə gətirib çıxardır. Yenə növbəti səbəbimiz də qənaət baxımlıdır. İstehsalçı zavodda montaj xəttinin effektivliyini təmin etmək üçün əlbəttə ki, insan əməyindən çox robotlardan istifadə edir. Və tutalım, bu bizim ən çox problemlə, belə detalların qəliz yerdə yerləşdirilməsi problemi ilə qarşılaşdığımız hissələrdən biri də xüsusən mühərrik hissəsində olan detallardır. Mühərrik hissəsində olan detallar zavodda hamısı, yəni mühərrikə köldə bağlanılır və birbaşa mühərrik kapotun içərisinə oturtdurulur deyə, yəni orada zavod artıq onun sökülməsini yox, həmən vaxtı işin sürətli getməsini və rahat olmasını fikirləşir. Yəni təmir zamanı orada sökülmə zavod üçün bir o qədər də maraqlı deyil. Yəni əsas orada fikir verdikləri məqam işin sürətli və effektiv olmasıdır. Detalların sökülməsinin qəliz olmasının əlbəttə ki, texniki səbəbləri də var. Yəni təkcə burada qənaət və maliyyə xərclərinin azaldılması deyil. İndi isə texniki səbəblərindən